Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə ittiham verilib. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. Noyabrın 29-da Əli Kərimlinin evində axtarış aparılıb. Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2 maddələri ilə ittiham olunur.